Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda Azərbaycanın əvəz olunmaz şirniyyatını hazırladım. Quzu keksi. Dadlıdır, ləzzətlidir və prosesinə baxaq. Çox sadə ərzaqları var, amma dadı möhtəşəmdir, gözəldir. Həmişki kimi unu, vanili, kabartmanı bir yerdə qarışdırıram, qoyuram kənara. Bir qabın içinə yumurta, şəkər əlavə edib ağarana qədər çalıram. Qatığın içinə çay qaşığı ucunda soda əlavə edib yaxşı qarışdırıram və əlavə edirəm çalınmış yumurtanın kütləsini. Bir 5 dəqiqədə çalandan sonra quru ərzaqları əlavə edirəm. Yaxşı qarışdırandan sonra ən axırda bura bitki yağı əlavə olunur və sizdə bu cür bir gözəl xəmir alınmalıdır. Quzu qəlbini mən əvvəl ərinmiş yağla yağlayıram. Sonra isə bitki yağı ilə və qəlbi yağlayanda bu quzu keksin əsas bir hissəsidir, başı olan nahiyə. Qulağını, başının için yaxşı yağlamaq lazımdır ki, hazır keks çıxanda problem yaranmasın. Yəni keks sınmasın. Qəliblər hazırdır, yağlanıb. Sadəcə olaraq nəzarət eləyin ki, baş hissəsi olan, burnu olan hissəni çox yaxşı yağlamaq lazımdır. Hazır olan xəmiri asta-asta doldururam qəlibin içinə. Xəmiri dərhal qəlibin içinə əlavə eləmək olmaz. Ona görə ki, xəmir çox olsa, yenə də sobada bişən zaman həmin xəmir töküləcək listin içinə. Xəmiri spatula köməkliyi ilə hamarlaşdırın və düz olmayan, az olan yerləri yoxlayın və ən əsas məqam diş çöpü ilə qəlibin içində qulaq hissələrini bax bu cürünə doldurun. Ümumi alınan xəmirdən qalan xəmir bu oldu. Yenə də problem deyil. Mən bundan keks hazırlayacağam. Artıq hazırdır. Listin içinə kağız sərib, xəmirlə dolu olan qəlibi qoyuram üstünə və ikinci hissə ilə bağlayıram. Mən belə bir tellə bərkidəcəm. Bu teli hardan əldə eləmək olar? Tort ləvazimatlar dükanında. Salıram bura və quzu qəlbini mən bu cürünə məftillə bağlayıram. Bu mütləq vacibdir və bu məftili siz istənilən tort ləvazimatlar dükanında əldə edə bilərsiniz. Və vurduğum məftilləri təzdən kəlbəti köməkliyi ilə mən bərkidəcəm. Quzu qəlibini məftillə mütləq bərkitmək lazımdır ki, bişən zaman içindəki xəmir şişdikcə qəliblər biri-birindən aralanmasın. ...160 dərəcədə fansız mən bu quzunu düz 1 saat ərzində bişirəcəm. Qalan xəmirdən isə 2 dənə balaca keks hazırlayacağım. Fikir verin, qabın içində xəmir qalmadı və qalan xəmirdən 2 balaca keks alındı. Qalan xəmir təxmini hardasa 3 xörək qaşığı olardı. Amma əgər o xəmiri qəlibin içinə hamısını doldursunuz, bişən zaman həmin xəmir hamısı axacaq qəlibin içindən. Quzunu və balaca keksləri ikisini bir yerdə bişirəcəm. 160 dərəcədə fansız. Sobada olan quzu ilə kekslər bişənə qədər mən quzunun bəzəyini düzəldirəm. Bu cürünə yaşıl rəngli marsipanla xalça edəcəm. Yaydığım marsipanı qoyuram paddonun üstünə və yoxlayıram. Çox sözə baxan olur. Özdəki marsipanı yayanda biraz nişastadan istifadə edirəm. Və bəzəkli, bax belə katalka ilə bu cürünə naxış qoyuram.
Ümumiyyətlə, quzu keksini bişirəndə bəzək sizin zövqünüzdən, fantaziyanızdan asılıdır. Mən sizə mən bildiyimi bu videoda göstərdim. Baxın, fikir verin, kekslər necə qabarıb, çox gözəl olublar. Və müxtəlif güllər kəsirəm, müxtəlif rənglərdən. Düzdür, bu gül kəsənin biri mənə biraz problem yaratdı. Sadəcə olaraq çəkiliş artıq hazır idi. Amma görsətdim, o da olan bir şeydir. Mətbəxdə çarələr bitmir. Yaşıl rəngdə kəsilən güllərdən balaca ot düzəldirəm. Yenə də vurğulayıram. Quzunun ətrafını bəzəmək sizin özünüzdən asılıdır. Bax, bayaq dediyim, bax, gül kəsən, bax, belə bir balaca problem yaratdı. Artıq quzumuz hazırdır. Baxın, görün, xəmiri tam miqdarında tökmüşəm. Baxın, görün, nə qədər tökülüb içindən. Xudmani və quzu keksin hazır olmağını bir də hardan bilmək olar? Qəlibin içindən çıxan xəmirdən. Xəmirin, bax, bu rəngindən. Kekslər düz 40 dəqiqəyə bişdi, hazır oldu. Ona görə ki, mən bunları sobaya qoyanda saata baxdım. Quzu isə düz 1 saat 10 dəqiqə qaldı. Yəni o 10 dəqiqəni mən özümə sığorta üçün bir balaca gec götürdüm. Hamıda sobalar eyni deyil deyənə, ona görə də siz bu məqamı nəzərə alın. Dəsmalı möhkəm islatdım, çox sıxmıram və quzu qəlibini qoyuram, bükürəm yaş dəsmala. Videolarıma baxanlar bilirlər ki, mən həmişə faydalı, dəqiq reseptlər verirəm. Sadəcə burada dəsmalı biraz düzgün ölçmədim, yenə də problem deyil və artıq görünür ki, deməli, dəsmallardan buxar çıxır və bu şərtidir. Lazımdır ki, quzu qəlibi tez soysun ki və rahat çıxsın. 10 dəqiqə keçdi. Bükülən dəsmalları açıram, məftilləri açıram ehtiyatla və bıçağın ucu ilə bax belə aralayıram. Çox ehtiyatla yenə vurğulayıram. Quzu qəlibində bir balaca problem yaradan bax bu hissədir. Hardakı quzunun başı, qulağı, burnu var. Və mən belə yavaşcana bıçaqla, baxın görün, kömək eləyirəm, yoxlayıram. Baxın görün, çox gözəl və gözəl nəticə. Əgər hazırladığım video diqqətlə baxsaz, faydalı məsləhətlərə qulaq assaz, sizin də belə bir möhtəşəm quzunuz alınacaq. Gözəl quzunun bəzəmək məqamı gəldi. Deməli, mən bunun gözlərini yapışdırıram. Təbii ki, bala biraz batırıram. Yapışqanlığı olsun. Bu quzunun gözləri. Sual olar ki, bütün bu aksesuarları hardan əldə eləmək olar? Təbii ki, tort ləvazimatlar dükanında. Hətta nişanlı qızlar üçün quzu gedəndə tort ləvazimatlar dükanında şokoladdan hazırlanan balaca quzular var. Balaca özünüz də görəcəksiniz. Onlardan da istifadə eləsiniz, çox gözəl olar. Mən də büyüyün quzunun üstünə bir balaca xalça əlavə elədim. Balaca keksin birini kəsirəm və bir dənə fikir verin bu gözəlliyə. Dadı isə lap möhtəşəmdir. Mənim əzizlərim, gözəl bayram yaxınlaşır. Qurban bayramınız mübarək olsun. Bütün Azərbaycan xalqımın və mənim Azərbaycan xalqımın, Azərbaycan millətimin gözəl adəti var. Qurban bayramında nişanlı qızlara qoyun gedir. Və bir şirniyyatçı kimi biz həmişə nişanlı qızlar üçün belə quzu keksi hazırlayırdıq. Sadəcə olaraq indi boynuna bu cür bəzək vurulur. Mən isə gənc olanda qırmızı lentin içində üzü taxılırdı və bağlanırdı quzunun boynundan. Niyə?
Belə bir adət var idi ki, Qurban Bayramında nişanlı qızlara mütləq bir qızıl üzük hədiyyə getməli idi oğlan evindən. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.